Mən neçə vaxtdır ki, domain driven dizayn haqqında danışıram və indi sübut eləməyə çalışacağam ki, və fikirlərimi əsaslandırmağa çalışacağam ki, nəyə görə Azərbaycan şirkətləri, xüsusən də bank sektorları, bu sığorta şirkətləri domain driven dizayn tətbiq eləməlidirlər. Mən domain driven dizayn haqqında danışanda çoxu fikirləşir ki, bu bir hype'dır, ay nə bilim bu domain driven dizayn filan şeylə uyğun gəlmir, peşmandır. Gəlin indi bunu aydınlaşdırmağa çalışaq görək. Domain driven dizayn bizim Azərbaycan şirkətlərinə, xüsusən də qeyd elədiyim kimi bank sektoruna, sığorta sektoruna nələr qatacaq? Birinci növbədə domain driven dizayn kompleks sistemlər üçündür. Bizim bank sektorudur, sığorta şirkətləridir. Bilirsiniz ki, burada bunların domenində o qədər kompleksiti var ki, yəni domain driven dizayn birinci növbədə həmin domenlər üçün nəzərdə tutulub. Yaxşı, bəs bu nə qazandırır bizim şirkətlərə? Birinci növbədə məsələ belədir. Bax, bizdə deməli biznes sahəsi var, bir də development var. Bunların ikisi də bir gəmidədirlər. Amma biznes özü üçün çalışır, development özü üçün çalışır. Bir günah olanda biznes deyir, developerlar səhv yazdı. Developerlar da deyir ki, biznes məlumatları gətirib düzgün çatdıra bilmədi. Məsələ nədir? Məsələ odur ki, biznes informasiyanı gətirir, developerlar onu konvert eləyir öz dillərinə, öz proqramlaşdırma dilinə, öz işlətdiyi texnologiyaya, texniki dilə. Deməli, burada çevrilmə prosesi baş verir. İstər-istəməz bir dildən başqa bir dilə çevrilmə gedəndə mütləq informasiya itkisi yaranır. Yəni, biznes informasiyanı 100% olaraq gətirir, məlumat 80% koda tökülür. Çünki developer onu interpretasiya eləyir, emal eləyir, koda çevirir. Ortada itki mütləq şəkildə yaranır. Bax, domain driven dizayn birinci növbədə zero translation, yəni sıfır translyasiya prosesinə gətirir. Yəni artıq bizneslə developerlar eyni dildə danışır. Necə? Biznesin danışdığı dil birbaşa kodda öz əksini tapır. Bu nə deməkdir? Bu o deməkdir ki, biznes birbaşa software dizayna xidmət eləyir. Developerlar da birbaşa biznesə xidmət eləyir. Necə? Developer həmin biznes məlumatları araşdırır, öyrənir, investigate eləyir. Sonra əlavə suallar verməyə başlayır. Bu suallar prosesində biznes bilmədiyi suallar üzərində işləyir. Yəni hər iki tərəf həm biznesə xidmət eləyir, həm də hər iki tərəf birbaşa software dizayna xidmət eləyir. Bunu başa düşmək lazımdır. Biz bir gəmidə olub biznes developerları günahlandırır, developerlar da biznesi günahlandırır. Yəni bu cür qaydada development gedə bilməz. Digər bir məsələm. Domain driven dizaynda siz hər gələn yeni proqramçıya durub uzun müddət alışma prosesi, domeni başa salım, ay bizim dokumentasiya yoxdur, özün araşdır falan filan kimi problemlərlə uğraşmırsınız, məşğul olmursunuz. Necə? Domain driven dizaynda domen sizin artefaktınızdır. Yəni yazılmış kodlar, domen kodları bir artefaktdır və gələn proqramçı ona baxıb biznesi başa düşə bilir. Yoxsa sizin indi yazdığınız kodda, nə bilim, güya ki, clean arxitektura tətbiq eləyirlər, nə bilim, layered arxitektura tətbiq eləyirlər, yerli yersiz. Nəticədə nə olur? Biznesin danışdığı dil kodda yoxdur. Developer gəlir, oturur, koddan oxuyub başa düşməyə çalışır, breakpointlər qoyur, uzun müddət vaxtlar itirir ki, bu niyə görə belə yazılıbdır? Nə bilim, özlərindən qəribə servislər, layerlar falan filan çıxardırlar. Yəni, məsələ nədir? Bir proqram təminatı biznesə xidmət eləməlidir. Amma bizdə proqram təminatı proqramçıya xidmət eləyir. Çünki proqramçı deyir ki, özümə görə yaxşı yazım. Proqramçının da indi levelindən asılı olaraq nə dərəcədə yaxşı yazır, yazmır, o da biraz sual altındadır. Yəni, bax, belə iki qütb formalaşır. Normal development deyək, aparmağa çalışanda. Digər bir məsələ, Azərbaycanda bir ənənə var. Deməli, tema nədir? Bir CEO qrupu gəlir, nə bilim, indi adına nə deyirsinizsə, bir idarə etmədə bir nəfər çıxır, öz adamlarını aparır, sonra bir başqa adam gəlir, öz adamlarını gətirir, qayıdır ki, yox, deyir, biz artıq Java işlədək, Java-da yazaq bunu. Yox, uşaqlar bunu pis yazıblar, biz bunu PHP-də yazaq, nə bilim, C-Sharp-da yazaq. Niyə? Niyə bu qədər cəmaatı, bu şirkəti niyə bu qədər təzdən ziyana uğradırsınız? Çünki gəlib özləri başa düşmürlər ki, burada nə proses baş verir, harasından tutaq, harasından başlayaq. Domain driven dizaynda ortada domen artefaktları var, kodlar var. Bu bir de facto bir bilgidir. Yəni bunu istənilən adam, hətta biznes gəlib o kodu oxuyanda başa düşür ki, siz təsəvvür eləyin, yəni domain driven dizaynda developerlar məzuniyyətdə olanda belə biznes açıb biraz texniki biliyi olan müəyyən dəyişikliklər eləyə bilir. Çünki biznes açan kimi öz biznes dilini kodda oxuyur. Yəni domain driven dizayn belə bir gözəllik təqdim eləyir sizə. Təzə gələn proqramçı bu şeylərlə uğraşmır, ayda bu domen nədir, bunu necə başa düşüm. Biznes çox rahat şəkildə kodu başa düşə bilir, biraz baş işlədən biznes adam olanda rahat kodu başa düşə bilir.
Eyni zamanda developerlar biznesi çox gözəl öyrənmiş olur. Mərkəzləşdirilmiş biznes knowledge formalaşdırılır. Yəni mərkəzləşdirilmiş biznes bilik formalaşdırılır. Developerlar koda, biznesə xidmət eləmir. Hamı həm koda xidmət eləyir, həm biznesə xidmət eləyir. Domain driven design sizin o sevdiyiniz agile'dır, iterativ development'dır. Bunlara tam şəkildə uyğun gəlir. Nəticədə uzun-uzun dokumentasiyalar, sənədləşmələr aparmağınıza ehtiyac olmur. Çünki bir dil formalaşır, ortada ubiquitous language deyilir buna. Həmin dil və yazılmış proqram təminatı de facto olaraq biznes və developerlar arasında kommunikasiya vasitəsinə çevrilir.